İrəvan yolundan gələn bəzirgan, ahlımı gözündən bilən bəzirgan, axan göz yaşımı silən bəzirgan, o eldən, obadan, varmı bir xəbər? Elinin obasının ətrini, səsini gözünün sehrini ruhumuza hopduran ozan aşıq mədəniyyətini kitab yaddaşımızın səhifələrində vərəqləyirik. Qərbi Azərbaycan Aşıqları Poeziya Antologiyası kitabı Azərbaycan Aşıqlar Birliyinin tərtib etdiyi ciddi elmi ədəbi nəşrdir və Qərbi Azərbaycan torpaqlarının aşıq sənətinin poeziya irsini toplu şəkildə oxucuya təqdim edən antologiyadır. Məlumat üçün bildirək ki, aşıq sözü Azərbaycan mədəniyyətində sazla müşayiət olunan xalq şairi, poetini ifadə edir. Bu sənətkarlar həm saz ifaçısı, həm də söz ustadı kimi şeir və musiqini birləşdirərək xalq həyatının müxtəlif duyğularını, tarixini, sevgi və qəhrəmanlıq hisslərini poetik bayata, qoşa misra və digər janrlarda təqdim edir. Antologiya bu sənətin Qərbi Azərbaycan bölgəsindəki ən məhsuldar nümunələrini bir araya gətirir. Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri Professor Məhərrəm Qasımlı, elmi redaktoru Filologiya elmləri doktoru Professor Mahirə Hüseynova, layihənin koordinatoru isə Nigar Helmi Abbasbəylidir. Bu antologiya Qərbi Azərbaycan torpaqlarında İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, Dərəçiçək, Loru Pəmbək, Ağbaba və yaşayıb yaradan aşıq sənətkarlarının poetik irsini toplu şəkildə əks etdirir. Kitabın məzmun və mahiyyətinin açıqlaması belədir. Aşıqların şeirlərindən ibarət nümunələrdə zəngin folklor və şifahi ədəbiyyat ənənəsinin yazıya alınan forması, toponomik məzmunda isə yurd adları, yer, yurd motivləri, saz havalarına aid xüsusiyyətlər və coğrafi nüanslar şeirlərdə öz əksini tapır. Ərəb, fars mənşəli və arxaik sözlərin izahında isə antologiya oxucu üçün bu dil qatlarını izah edən dil ədəbi elementləri özündə ehtiva edir. Qeyd olunan mətnlərin yanında coğrafi ərazilərlə bağlı yurd adları ayrıca göstərici cədvəl şəklində verilib. Bu kitab sadəcə poeziya dili ilə Qərbi Azərbaycan mədəniyyətinin və aşıq ənənəsinin tarixi ədəbi zənginliyini gələcəyə daşıyır. Burada aşıq poeziyası həm sənətkarın yaradıcılığı, həm də bölgənin mədəni tarixi konteksti ilə birgə oxucuya çatdırılır. Deyilən sözlər, yazılan əsərlər, oxunan mahnılar, bəstələnən musiqilər bugün bizi yalnız bir amala səsləyir. Yurd sevgisini canımızda, qanımızda qoruduğumuz müqəddəs amala. Gözümüz uzaqlara tikilsə də, bir gün gözəl bir xəbərlə qısa zaman kəsiyində o yurdun havasını ciyərlərimizə çəkəcəyimizə əminik. İrəvan yolundan mən də gəlmişəm. Tufanda, dumanda, çəndə gəlmişəm. Qəfildən düşmüşəm, bəndə gəlmişəm. O el obadan varmı bir xəbər?